Salam dostlar, xoş gördük sizləri. Belə bir Tron qazanmaq minlikdəyəm, belə deyək də. Sayt tapmışam. 2-3 gündə yəni belə baxıram, girib daxil olurum, görürəm ki, yəni istifadə eləmək olur. Bunu yəni sizlərlə paylaşdım. Düz hələ depozit eləməmişəm. Bura depozit edib sizlərə də göstərəcəm. Sadəcə dedim paylaşım, kimsəsə qeyddən keçsin, yəni hazır qalsın. Mən necə depozit eləmək olduğunu paylaşanda siz depozit edərsiniz bura. Bura necə yəni qeyddən olur, sizə göstərəcəm onu. Baxın gördüyünüz kimi, yəni deyirəm bu saytın qeydiyyat linkini paylaşacağam. Yorum hissəsində, açıqlama bölümündə paylaşacağam. Oradan rahat şəkildə daxil ola bilərsiniz. Baxın sizə də belə bir ekran açılacaq. 100% təhlükəsiz, 99.99% iş vaxtı, 24/7 aktiv, 50.000 mədəncilər. Nəsə belə bir sayt haqqında məlumatlar verir. Deməli, beləsində məlumatlar ala bilərsiniz. Yəni bura daxil olmaqdan ötürü bizə nə lazımdır? Tron cüzdan ünvanını daxil edin yazır. Onun ötürü biz nə qayırıq? Daxil oluruq Binance-dır və yaxud da ki Bybit-dir və yaxud hansısa bir kriptovalyuta cüzdanınız varsa orada daxil olursunuz. Yəni onu hal-hazırda bu dəqiqə, yəni 2 dövrdə məndə çox insanlar istifadə edir. İndi bəzi xanımlar istifadə eləməyə bilər, amma yəni oğlanların çoxsu istifadə edir. Belə bir proqramlarla maraqlananlar istifadə edirlər. Bu mənim Binance hesabımdır. Deməli, bura gəlirik vəsaitdə əlavə et sözünə, sonra kriptovalyutaya depozit. Burada TRX var, ona yəni Tron, ora daxil oluruq. Olmasa burada axtarış verib tapırsınız. Bura daxil oluruq. Burada TRC20 seçirik. Bir dəqiqə tezdən daxil olun. Deməli, Tron, TRC20. Buradakı bu adres var, bunu kopyalayırıq. Kopyalayandan sonra tezdən gəlirik bura. Bura gəlirik və daxil oluruq. Bura deməli bunu yapışdırırıq. İndi mədənə başla sözünə vururuq və salam. Bir telefonda bir hesab açmaq olur. Yəni ikinci bir hesabı açmaq olmur. Yəni çalışın açmayın hesab. Daxil olduq bura. Gördüyünüz kimi belə bir yerlər açılır. Əlavə dost dəvət edib qazanc əldə edə bilərsiniz. Gördüyünüz kimi belə bir yerlər açılır. Baxın aşağıda da qaydaları var hamısı. Bura necə depozit eləmək olur? Məsələn, sizə onu deyim. Baxın yazır ki, depozit qoyun. İndi deyək ki, məsələn biz bura 10 dollarla depozit qoyuruq da. Məsələn 10 dollar yatırım elədik biz bura. Baxın burada göstərir ki, birinci gün qazandım ta ki 1 dollar. Mən bir dənə bunu Tron kimi hesab eləyim. Tron kimi hesablayaq. Çünki biz Tron alacağıq da. Hə. Deməli 10 dollar. Məsələn bax birinci gün qazanırsan, deməli birinci gün 10 dollar qazanırsan, ikinci gün, üçüncü gün 30 dollar qazanırsan, beşinci gün 50 dollar, bir həftəyə 70 dollar, 8 günə 80 dollar, bir aya 300 dollar. Yəni belə bir şey, yəni minlik deyir. Düz adam biraz şübhəli gəlir. Sadəcə mənə özümə çox maraqlı ki, həqiqətən bunu verərmi? Mən indi bunu 1 dollarını yoxlayacağam. Düz indi yatırım etməyəcəm çünki Binance hesabımda pul yoxdur, yatırım edə bilmirəm də. Belə də yatırım məsəti vuranda da belə bir yer gəlir. Baxın indi ala vururam, burada belə bir yazı gəlir. Gözlənilməz xəta baş verdi. Yəqin ki o Tron cüzdanı yapışdırdım. Yəqin ki orada Tronumda pul olmalıdır ona görə. Nəyəsə görə alınmır. Yəni o da olmasa ümumiyyətlə bunu araşdırıb tam tapacağam ki, necə depozit eləmək lazımdır. Onu da paylaşacağam. Sadəcə indi paylaşdım ki, kimsəsi qeyddən keçsin. Baxın beləsinə depozit qoy sözünə. Yəqin ki o cüzdanda pul olmalıdır. Çünki o cüzdana belə baxanda baxın həmin cüzdan burada var. Burada göstərir. Yenə də kimsəsiz qeyddən keçsin, sayt aktiv qalsın, yəni özünüzdə qalsın sayt, ya da ki dost dəvətləri edin ki, qoy aktiv qalsın. Dostlarınız gələndə, qoşulanda sizə də müəyyən qədər tronlar gəlsin. Yəni də proqram belə baxıram çox yaxşı bir proqram oxşayır. Həqiqətən o dediyi kimi versə, yəni depozit eləyib o qədər qazanc versə, yəni əladır. Onu mütləq mən depozit edib paylaşacağam. Sadəcə bəri başdan sizə paylaşdım ki, yəni yükləyin, hazır qalsın sizdə. Mən bu haqda depozit edəndə necə pul qoyulur, necə istifadə olunur, onun haqqında paylaşım edəndə siz də yəni istəsəz depozit edə bilərsiniz. Minimum 1 dollar da qoya bilərsiniz. Yəni 1 dollarla başlamaq olur. Məsələn, tutaq ki, deməli 1 dollar qoysunuz. Mən düz birinci ilə 1 dollar yatırım edəcəm, etsəm də yoxlamadan ötürü. Birinci gün 1 dollar, üçüncü gün 3 dollar, yəni günə 1 dollardan hesablayır, bildiniz necə? Günə 1 dollar qoydun, günə 1 dollardan hesablayır. 20 dollar qoydun, günə 20 dollardan hesablayır. O beləsini hesablayır. 1 ilə məsələn 365 dollar verir. Nə bilim, bir aya 30 dollar verir. O belə hesablayır. Və bunu belə hesablayır. Həqiqətən də bu, yəni bu dediyi kimi versə Tronu, yəni çox gözəldir da, superdir. Bunun haqqında bir tə paylaşım eləyəcəm. Yəni də kimsə də tam məlumat almaq istəyirsə, bir dənə yazsın mənə, hər də tez-tez bura ki, bəs məlumat verin, məlumat verin. Mən sizə çalışdım onun haqqında mütləq məlumatları verim. Bu qədər dostlar, yəni qeydiyyat linkini paylaşmışam, keçin qeydiyyatdan, qalsın qoy profilinizdə.
mən paylaşım edəndə depozit haqqında siz də qoşularsınız. Nə sözünüz olsa yazarsınız mənə.